Təhsil Nazirliyinin tabeliyində olan bir sıra müəssisələrdə Novruz bayramı ilə əlaqədar silsilə tədbirlər keçirilir. Mərdəkanda yerləşən valideyn himayəsindən məhrum uşaqlar üçün 2 nömrəli ümumorta internat məktəbində də bayram şənliyi təşkil olunub. Şagirdlər Novruzun adət-ənənələrinə dair səhnəciklər təqdim ediblər. Şənlik yaxşı keçdi, maşallah. Müəllimlərimiz çox gözəldir, Dilarə xanım da çox gözəldir. Qəşəng keçdi, oynadıq, elədik. Heç də pis deyildi. Hər il belə gözəl şənliklər keçirilir. Yeni il, Novruz bayramı və sair tədbirlər keçirilir. Ən gözəl tədbirlərdən biri də Novruz tədbiridir.